Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar, dəyərli futbol sevərlər, əziz Azərbaycan futbolunun təəssübkeşləri. Bura Tovuzdur. 28-ci tura. Milli fasilədən sonra ilk turun ilk maçı məhz Tovuz şəhər stadionunda keçiriləcək. Rəqib isə Azərbaycan çempionu Qarabağdır. Biz isə heyətlərə nəzər salaq. Turan Tovuz, qapçı 1 İvan Kanavalov, 17 Rəhim Sadıxov, 88 Faiq Hacıyev, 11 Ayxan Hüseynov, 7 İsmail Zülfüqarlı, baş hakim Cavid Cəlilov deyil gəlmişən, yəni xətt hakimləri Müslüm Əliyev və İyyub İbrahimov, 4-cü hakim Əli Əliyevdir. Varda Rauf Allahverdiyev işləyir, onun köməkçisi isə Kamran Bayramovdur. Hakim inspektor Rüsəl Əliyev, Affa nümayəndəsi Elman Musayev. Qarabağ komandası qonaqların heyəti 99 Mateusz Koxalski, 55 Bədavi Hüseynov, komandanın kapitanı, 24 Aleksey İsayev, 44 Elvin Cəfər Quliyev, 90 Nərman Axundzadə. Diqqətlər Cavid Cəlilovda. 28-ci turun açılış qarşılaşması Tovuz şəhər stadionunda başlayır. Hər iki komandaya uğurlar arzulayırıq əziz tamaşaçılar. Maraqlı 90 dəqiqə gözləyirik. Bol qollu, mübarizə meydanı olan bir maçın şahidi olmaq istəyirik. Ötürmə Elvin Cəfər Quliyevə, bir qədər geriyə Patrik Andrade, cərmə meydançasına göndərilən top zərbə, qapı direği! Qarabağ qol vurmağa yaxın oldu, hücum davam edəcək. Faiq Hacıyev ötürmə qapı qarşısına. Müdafiəçilər uzaqlaşdırmağa çalışır Qarabağ komandasına. Qapı qarşı ötürmə, toxunuş var mı orada? Zərbə və top qapıdan keçir. Top qapıdan keçir amma hansı qərar verilir? Hesab açılır mı Cavid Cəlilov? Burada etiraz var amma izlili təkrarı. Ayxan Hüseynova top çatmır, ardınca Faiq Hacıyev topu cərmə meydançasına bax bu cür ötürür. Patrik'dən toxunuş. Əlli oyun var yoxsa yox. Aha, Ayxan topu qapıdan keçirmişdi. İndi vara baxmağa gelir. Görüşün baş hakimi Cavid Cəlilov. Topu qoluyla saxlamışdı yoxsa yox. Bir daha baxırıq. Varda Cavid Cəlilov epizodu izləməyə çalışır. Aha, bu rakurs. Görək, hakim hansı qərar verəcək. Deyəsən qol qeydə alınmayacaq. Bəli, qeydə alınmadı. 50 oyun. Top qola toxunmuşdu deyir maçın baş hakimi Cavid Cəlilov. Uzun ötürmə cərbə meydançasına Hakman. Hakmandan qapı qarşıdan zərbə və bloklanır bu zərbə. Təhlükəli hücumuydu Turan Tovuz futbolçularından. Kadi. İsayev qapı qarşısına. Başla zərbə. Kanavalov ardınca orada 50 oyuna işarə edirdi. Qarabağ futbolçuları Cavid Cəlilov penalti təyin edir Turan Tovuzun qapısına. 50 oyuna görə 11 metrlik zərbə. Təkrara baxırıq. Bax, burada Hakman zərbənin qarşısını kəsərkən 50 oynayıb. Hakim işarəsini verir. Kadi Borges. Kadi Borges və gol! Hesab açılır bu görüşdə. Kadi topu Turan Tovuzun qapısından keçirir. İvan Kanavalov Çinağı tapsa daha zərbəni dəf edə bilmədi və Qarabağ azarkeşləri. Qarabağ azarkeşləri. Çox gözəl görüntülər var. Tribunaların həmin hissəsində Qarabağ azarkeşi bu qolu böyük sevinclə qeyd edir. Altda top oyuna daxil etdi. Patrik Andrade itirir topu. Ayxan Hüseynov özü zərbə indirir və Mateusz Koxalski toxundu topa. İşarə verilir. Ayxan Hüseynovdan ötürmə qapı qarşısına. Rəhim Sadıqov və gol! Rəhim Sadıqov ama bayraq havada. Oyundan kənar vəziyyət qeydə alınır. Bayraq havadadır. Offside.
ötürmə anında Rəhim sanki öndəydi. Elvin Cəfərquliyevlə. Bəli, offside. Bayraq havada. Ötürmə qapı qarşısına. Birbaşa qapı qarşısına ötürmə. Başla zərbə və gol! Hesab bərabərləşir Tovuz şəhər stadionunda. Ən ciddi silahı ilə vurur Qarabağı turan Tovuz. Ən güclü silahını işə salır Tovuz klubu. Hesab bərabərdir. Mateusz Kochalski çıxışda. Bax burada səhv edir və Alex Souza topu Qarabağın qapısından keçirir. 1-1. Mübarizə ilə qarşıdadır. Görüşün 3də 1 hissəsi bitir. 30 dəqiqə geridə qaldı. Bədavi. Mateus. Orada yıxılır yerə Mateus Silva. Top duran Tovuz futbolçuları Rəhim Sadıqov. Faiq Hacıyev qaydanı pozur. Top Qarabağ futbolçularında oyun devam edir. Kadi zədələnib ayağını tutur. Abdullah Subir cərimə meydançasında. Ara ötürməsi qapı qarşısında. Zərbə! Mükəmməl zərbə və gol! Nəriman Axundzadə! İti bucaqdan. Necə bir zərbə! Mükəmməl gol! Qarabağ önə keçir. İzləyir təkrarı. O iti bucaq. Topu tilin altına vurur. İti bucaqdan Nəriman Axundzadə. 2-1. Alex Souza'nın qolundan çox keçmədən Nəriman Axundzadə yenidən Qarabağ irəli çıxarır. Bu arada Kadi zədələnib. Faiq Hacıyevin sərt oyunundan sonra burada Kanabalovun səhvi var əlbəttə ki. Düzdür, zərbə qüvvətli idi. Zubir. Əla ötürmə Zubirdə. Patrik ara ötürməsi. Hücum davam edir Qarabağdan. Zərbə ola bilər. Ötürmə qapı qarşısında. Başla zərbə. Top qapının üstündən keçir. Ardıcıl ötürmələr. Və sonda Nərimanın baş zərbəsi dəqiq olmur. Leandro'dan ötürmə. Nərimandan zərbə amma top tilin üstündən keçir. Cavid Cəlilov topun oyuna daxil edilməsinə belə imkan vermədi və ilk 45 dəqiqəni başa çatdırıb. Görək bu dəfə senari necə olacaq, sonluq necə olacaq. İlk hissədən sonra hesab 2-1'dir. Qarabağ komandasından Abdullah Zubir ala ötürməsi qapı qarşısına. Yenə Nəriman Kanabalov və bu dəfə İvan Kanabalov imkan vermədi. İzləyir təkrarı. Bax burada Kanabalov çıxır və bucağı bağlayır. Top da sonda Nərimana dəyərək meydanı tərk edir. Amma hücumu davam etdirir Qarabağ futbolçuları. Qapı qarşı zərbə, başla zərbə. Top qapının yanından keçir. Müdafiədə ali diqqətsizlik. Qolla nəticələnə bilərdi. Yenə fəaldı o. Qol vurmağa yaxın oldu Nəriman Axundzadə. Amma onun başla zərbəsindən sonra top dirəyin yanından keçir. Rəhim Sadıqov top ələ keçirir. Ötürmə irəliyə Alex Souza sürətlidir. İsayev çatmağa çalışır. Souza ötürmə qapı qarşısına. Zərbə Serrano! Top qapının yanından keçir. Faiq Hacıyev. Ötürmə qapı qarşısına. Başla zərbə və top qapının üstündən keçdi. Amma hakim qayda pozuntusunu qeydə alır. İzləyir təkrarı. Bax burada Rəhim Sadıqov görün hara tullanmışdı. Nə qədər hündürə tullanmışdı. Zülfüqarlı. Ondan irəliyə ötürmə dəqiqdə Ayxan Hüseynov sinəsində topu qəbul edir. Ayxandan zərbə! Top qapının üstündən keçir Ayxan Hüseynov. Medina'nın önündə topu qəbul etdi Ayxan, amma yaxşı zərbə indirə bilmədi. Topu qapının üstündən vurur Ayxan Hüseynov. Kadi keçdi rəqibini. Kadi özü zərbə indirmədi, bu dəfə ötürmə etdi. Daha ağıllı oynadı. Ötürmə qapı qarşısında zərbə və gol! Kadi Borges! Bu dəfə daha dəqiq oynayır və effektli zərbə indirir Kadi. 3-1 olur hesab.
Tovuz Şehir Stadionunda maçın sonlarında Kadi Borges. Bu defa zərbə yox, ötürməyə getdi və boş zonaya açılıb özü zərbə indirdi. Kadi Borges təkrarda da görürük. Əla ötürmə, dəqiq zərbə Kadi'dən. Tovuz azarkeşlərinin bəziləri, sektorlardakı bəzi azarkeşlər artıq arenanı tərk etməyə başlayır. Hesabın 3-1 olmasından sonra. Ötürmə dəqiq deyil, indi əks hücum başlayır. Aleksey Kaşuk, sürətlidir Kaşuk, yaxınlaşır cərmə meydançasına Aleksey. Zərbə indirir və gol! Aleksey Kaşuk! Topa ilk toxunuşu golla yekunlaşır Aleksey Kaşuk'un. 4-1 olur maçın sonlarında hesab. Ara ötürməsi dəqiq alınır Yasin Benziya və Aleksey Kaşuk fərqlənir. Oyuna yenicə daxil olan daha 2 gol vurmağı bacardı və hesabı 4-1'ə çatdırdı. Oyunun artırılan dəqiqələrində Qarabağ komandası Kaşuk'la fərqlənir və hesab 4-1 olur. Tovuz Şəhər Stadionunda uzaq küncə dəqiq zərbə. Solaxay Aleksey Kaşuk'tan sağ ayaqla zərbə. Bu da onun gol sevinci. Topu rab edir Kaşuk, yanında Mateus Silva. Kaşuk, Silva, ötürmə qapı qarşısına və Karabalov çox ciddi səhv etmişdi. Az qala avtogol müəllifi olacaqdı, xəyal. Və belə ilə Cavid Cəlilov Tovuz Şəhər Stadionunda 28-ci turun açılış qarşılaşmasını final fiti ilə yekunlaşdırır.